Bugünkü cəmiyyəti o qədər sıxıblar ki, bugünkü cəmiyyət dünya səviyyəsində aktual bir məsələ o qədər sıxılıb ki, artıq hər kəs qəhrəmana çevrilmək istəyir. Hər kəs olduğu bir cəmiyyətin qəhrəmanına çevrilmək istəyir. Bəli, insanda qəhrəman olmaq istəyi var. Amma biz araşdırmalıyıq ki, görək kimin qəhrəmanına çevrilmək istəyirik. İnsanlar hamı baxış tərzi gözləyir. İnsanlar hamı baxış yığmaq istəyir. Baxış saylarına gecə və gündüz nəzarətdə saxlayırlar. Görəsən, mənə az baxdılar, mənə çox baxdılar. Hətta bu baxış sayını artırmaq üçün insanlar bəzən öz əxlaq normalarından çıxırlar, əxlaqsızlıq edirlər ki, artıq baxış bunadır. Bəzi insanlar gəlirlər, fikirləşirlər ki, artıq gedişat belə gedir. Belə eləməsən, sən hörmətli olmayacaqsan. Qəhrəman olmaq yaxşıdır, amma hansı cəmiyyətin qəhrəman olmaq yaxşıdır? Bir cəmiyyətin ki, içində xarablıqlar, içində pisliklər padşahdır, içində pisliklər hakimdir. Onun qəhrəman olmağına var. Ona görə də bu günlər fikir versəz, əxlaqsız filmlər, əxlaqsız görüntülər, əxlaqsız şəkillər, baxış sayını çox yığır. Deməli, bu o əxlaqsız insanların arzularının qəhrəmanıdır. Sən niyə görə əxlaqsız insanların arzularının, xəyallarının qəhrəmanına çevrilmək istəyirsən? Sən elə davranmalısan, elə yaşamalısan ki, mərd insanların qəhrəmanına çevriləsən. Sən araşdırmalısan. Birinci məsələ bundan ibarətdir ki, sən qəhrəman olmaq üçün insanlara kömək etməyə bacarmalısan. Qəhrəmanlar elə-belə qəhrəman olmayıblar. Qəhrəmanlar ümumiyyətlə qəhrəman olmaq istəməyiblər. Qəhrəmanlar insanlara fəda olmaq istəyiblər, insanlara kömək eləmək istəyiblər və bu kömək etmə hissi, fədakarlıq hissi insanların arasında onları qəhrəman edib. Heç kim yaxşı olmaq istəməyəndə onlar yaxşı olublar. Kimsə yaxşılıq etmək istəməyəndə onlar yaxşılıq ediblər və onun nəticəsində gəlib qəhrəmana çevriliblər. İndi bugün əgər bir kütlənin, hər hansı bir kütlənin qəhrəmanı olmaq istəmək, bu problemli bir xəstəlikdir. Bu əslində kiçikliyi nə iləsə örtmək deməkdir. Bu əslində kiçikliyi nə iləsə gizlətməkdir. Bir görüntü ilə, bir geyimlə, bir maşınla, əxlaqsız geyimlə, əxlaqsız davranışlarla düşünür ki, mən bunu elədim, mən cəsarətli insanam, mən əxlaqsız geyindim, bugünə qədər heç kəs mənim kimi efirə belə çıxmamışdı, bu geyimdə çıxmağa cəsarət eləməmişdi. Yox, sən əslində cəsarətli adam deyilsən ki, sən ən əxlaqsız adamsan. Sən istəyirsən bu sahənin qəhrəmanına çevriləsənsə, sən ən gözəli olmalısın, ən çirkini yox. Ən çirkini olmaq qəhrəmanlıq demək deyil. Və bəzi insanlar var ki, onların gözündə ümumiyyətlə özümüzü görmək istəməyin. Bəzi insanlar bizi aşağı görmək istəyirlər ki, rahat olsunlar. Özləri kimi görmək istəyirlər. Təsəvvür elə bir nəfər əxlaqsızlıqda ad çıxarıb və bütün saytlar da yazdılar ondan ki, bu sahənin qəhrəmanıdır. O sahənin qəhrəmanı olmağa ehtiyac yoxdur axı. O sahənin qəhrəmanı deyil, o sahənin ən aşağı adamıdır, ən çirkin adamıdır o. Niyə görə saytlar bunu belə təqdim eləsinlər? Niyə görə? Onlar da baxış sayına görə, bircə baxış sayına görə bir nəfərin əxlaqsızlığını hamı görür. Bir nəfərin problemini hamı görür. Bu ciddi məsələdir. Ümumiyyətlə, özünü tapmayınca sən həmişə əsir olacaqsan. Nəinki qəhrəman. Əksinə, öz içində sınmış halda yaşayacaqsan. Həmişə öz içində bir sınıq öz gəzdirəcəksən, bir əzilmiş, uzaqlaşdırılmış bir öz gəzdirəcəksən. Ona görə də baxmalısan, tarixin şəxsiyyətli insanlarına baxmalısan, qəhrəman insanlarına, əsl qəhrəman insanlarına baxmalısan ki, qəhrəmanlığın nə olduğunu başa düşəsən. Çirkinlərin içində çirkin olaraq ucalmağın o qədər zəhməti yoxdur axı. Sən gəl, bəli, istəyirsən doğrudan da qəhrəman olarsan. Çirkinləri dəyişmək gücünə sahibsənsə, pislikləri yaxşılığa çevirmək gücünə sahibsənsə, sən gülsüz çölləri bir çəmənliyə çevirmək gücündəsənsə, bəli, qəhrəman olacaqsan, amma kömək etməklə, amma fədakarlıqla.
Özünü qabağa çəkməklə yox. Bu günlər niyə görə incəsənət xadimidir, ən gözəl incəsənət xadimidir, qalıb kənarda. Ən gözəl din xadimidir, misal üçün çalışır, ona diqqət ayrılmır. Misal olaraq deyirəm. Ən gözəl həkimdir, diqqət ayrılmır. Niyə görə? Çünki insanlar axına düşüblər və bu axına düşməklə düşünürlər ki, mən düz edirəm. Yox, bu axına düşmək düz deyil. Sən ən yaxşını seçməlisən. İnsan gəlib həyata ki, ən yaxşı yolu, ən yaxşı dostu, ən yaxşı həyat yoldaşını, ən yaxşı qonşunu seçməyi bacarsın. Ən yaxşı yolu seçməyi bacarsın. İnsan pislərin içində yaxşı olmağa gəlməyib. İnsan yaxşıların içində ən yaxşı olmaqdan ötürü gəlib bu həyata. Baxırsan ki, gözəl bir insandır, bundan da gözəl ola bilərdi, bundan da yaxşı ola bilərdi, bundan da alicənab ola bilərdi. Düşüb müəyyən insanların əlinə bunlar da bundan sui-istifadə edirlər. Öz əxlaqsızlıqlarını bunun vasitəsilə gizlətməyə çalışırlar. Bu da bunların qəhrəmanına çevrilir. Axı belə qəhrəmanlıq olmur. Qəhrəman ol, şəhid mübariz kimi deyin, bəli. Gəl Şah İsmail Xətai kimi qəhrəman ol. Sən belə qəhrəmanlıq elə. Elə bir qəhrəmanlıq elə ki, sən bütün tarix sənə bağlı olsun. Bir cəmiyyətin kökü, bir cəmiyyətin köklü dəyəri, üstün dəyəri sənə bağlı olsun. Sən belə qəhrəman ol. Yoxsa durmusan, tullanıb düşməklə, atlanıb düşməklə qəhrəman olmaq olmur ki. Üzü istəyirəm, xanımsansa çılpaq giyinməklə özünü göstər, kişisənsə qadın kimi giyinməklə özünü göstər. Amma belə qəhrəman olmaq olmur. Bu cəsarət deyil, bu acizlikdir. Bu xalqın torpağına uyğun yaşamaq lazımdır. Bu xalqın torpağının altında yatan mərd oğullarına uyğun yaşamaq lazımdır. Onlara bax, özünü qəhrəman kimi gör, onların yanında görə bilirsən ya yox. Get şəhid mübarizin məzarı kənarında dayan, sonra bax gör özündən, səndən qəhrəman çıxar ya yox. Özü bunlarla müqayisə elə. Aşağı adamlarla müqayisə edib özünü qəhrəman olmağa nə var ki? Əslində sən özün öz başına hərəkət eləmirsən. Cəmiyyətin bir aşağı hissəsi var, bir qismi var ki, aşağıdır onların yaşayış tərzi. Onlar bu yola üstünlük verirlər, xəbərin yoxdur. Onlar bunu cəmiyyətin içinə salmaqla kütləviləşdirmək istəyirlər ki, öz əxlaqsızlıqları kölgədə qalsın və cəmiyyəti belə görmək istəyirlər. Və hansı məqsədlərə, hansı niyyətlərə onu deyə bilmərəm. Amma onlar bunu eləyirlər, rəvac verirlər, genişləndirirlər ki, daha da məhv eləsinlər bu xalqı. Amma bu xalqın mərd oğulları, mərd kişiləri, mərd qadınları, mərd anaları bilməlidirlər ki, bu xalqın gələcəyi üçün özümüzdən fəda etməliyik, fədakarlıq eləməliyik, qəhrəman evladlar yetişdirməliyik, qəhrəman evlərə qəhrəman qızlar yola salmalıyıq ki, onlar qəhrəman evladlar yetişdirsinlər. Allah bu xalqa dəyər verir, bu dəyəri qiymətləndirmək lazımdır. Onlar ki, bu xalqı aşağılamaq istəyirlər və tirajlayırlar bu cür məsələ. Hər kəs çirkinliyi tirajlayırsa, hər kəs çirkinliyin yayılmasını istəyirsə, əmin olun ki, bu xalqın düşmənidir. Bu xalqın gözəlliklərini aktuallaşdırmaq lazımdır. Bu xalqın, bu cəmiyyətin gözəlliklərini inkişaf elətdirmək lazımdır. Onlara baxış sayını artırmaq lazımdır. Nəinki çirkinliklərə. Əgər çirkinliklərə baxış sayını artırmaqla məşğul olsa, biz bu xalqın düşməniyik. Dilimizdə vətən də olsa, dilimiz Azərbaycan dili də olsa, biz əslində Azərbaycanlı hesab olunmayacaq. Ona görə dostlar, biz əl-ələ verməliyik, biz köməkləşməliyik ki, yaşayışımızla təmizliyi, gözəlliyi insanlara təqdim edək və insanların yolunda fədakarlıq edərək bədbəxtlik təhlükəsi yaşayan insanları o bədbəxtlik quyularından xilas edək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.